Çoxları təmizləməklə imalənin fərqinə varmırlar. Deyirsən ki, sənin hüceyrəni təmizləmək istəyirik. O deyir ki, yox, bağırsaqlarım yaxşıdır. Biz imalə demirik. Ay dostlar, imalə başqa şeydir. Hüceyrələrdən olan dərmanın, toksik maddənin, zirzibilin çıxarılmasını danışırıq. Antioksidat deyilən bir şey var. Yəni bədəndə olan toksik maddələrin əleyhinə olan çay. Bu çayın adı tiye sözü mənası biz çay deməkdir. Bunu hamı bilir. Silimdəki təmizləmə, arıqlama çayı. Yəni bədənin təmizlənməsi. Əgər siz burada oturan hər bir kəs 18 yaşdan yuxarı olan insanlardır burada. Bu çayı gündə bir paket, 1 litri qaynar suda, termosda dəmləsəniz, içinə kəkotunu da ata bilərsiniz, darçını da ata bilərsiniz, xəyin də ata bilərsiniz, ağız tamına uyğun olsun. 20 dəqiqə dəmdə qalsın. Səhər o başdan yoğun bağırsan çiklənmə saatı 5-dən 7-yə, dünəndən yeməklər oturub orada, zirzibil. Bu çayı içirsən, az qarnına oturaraq bir xurma ilə 5-dən 7-də içirsən, 12-dən 13-ə içirsən, 17-də içirsən, yeməkdən yarım saat qabaq. 21 gündən sonra sənin bədənindən nələrin çıxdığını özün görəcəksən.